İyun ayının 27'si günün birinci yarısında troposferin yuxarı qatlarında, yəni təyyarların uçduğu qatlarda 9-10 km hündürlükdə, baxın burada bir şırnaq axını artlanan bir proses var. Rusiyanın qərbindəki siklon sisteminin təsiri ilə bu şırnaq axınlarının, baxın burada Avropa arasındakı antisiklon sistemi bu şırnaq axınlarını kifayət şimala doğru daşıyacaq. Rusiyanın qərbindəki ekstratropik siklon sistemi isə bu sistemi, bu şırnaq axınlarını cənuba doğru daşıyacaq. Deməli, buradakı antisiklon şırnaq axını şimala doğru itələyir. Buradakı siklon isə, Rusiyanın qərbindəki siklon isə bu sistemi cənuba doğru itələyir. Atlantik okeanından gətirdiyi rütubəti, eyni zamanda Aralıq dənizin şərqindən gətirdiyi rütubəti və burada Hind okeanının deməli, dipolu var. Burada yüksək atmosfer təzyiqlə bu şəkildə dönür və burada Hind okeanından daşıdığı rütubəti, deməli, troposferin yuxarı qatlarında həm Atlantik okeanından, həm Aralıq dənizinin şərqindən, həm də Hind okeanı arasından rütubət 9-10 km yüksəklikdə toplanacaq. Amma 28 iyundan keçən gecə baxaraq nə baş verir? Artıq 28 iyundan keçən gecə saatlarında küləyin sürətinin yuxarı troposferdə bir xeyli artması gözlənir. Küləyin sürətinin yuxarı troposferdə 200 km saatda 200 km qədər güclənə bilər. Bu da demək ki, şırnaq axınları çox güclü olacaq. Burada iki məsələ var. Yuxarı troposferdəki rütubətin artması aşağı troposferdə yaranan buludların əlavə bir dəstək verir və bu dəstək də yağan yanğınların miqdarının artmasına səbəb olur. Əvvəlki arxeoloji məlumatlara biz baxanda görürük ki, şırnaq axınlarının bu şəkildə güclü keçid etməsi artıq yanğınların bir qədər şiddətli olmasına və ərazidə bir qədər uzun müddət qalmasına səbəb ola bilir. Çünki burada buludlar daima qidalanmağa başlayır. Yuxarı troposferdəki rütubətlə aşağı troposferdəki rütubət birləşir və bu da ciddi bir bulud sistemlərinin aktiv inkişafına səbəb olur. Hətta 28 iyundan keçən gecə sistemin sürətinin yuxarı troposfer küləklərin sürətinin saatda 250-280 km qədər güclənməsi potensialı var. Burada digər bir məsələ də var ki, troposferin aşağı qatlarında baxaq, soyuq hava nisbi havaları necə toqquşacaq. 27 iyundan 28 iyuna keçən gecə saatlarında Alman modelləri bu siqnalları verir ki, troposferin aşağı qatlarında, yəni 850 millibar, təxminən 1200-1400 metr yüksəklikdə, baxın burada Rusiyanın qərbindəki soyuq ekstratropik siklon sistemində, baxın buradakı temperaturun müsbət 2-6 dərəcə qədər azalması potensialı var. Bu da iyun ayı üçün çox aşağı bir temperaturdur. Şimaldan daxil olan soyuq hava ilə cənubdakı isti hava dalğalarının məhz Qafqaz arasında toqquşması gözlənir. Bu da troposfer qatında ciddi bir konvektiv aktivliyin cihazının artmasına səbəb ola bilər və bu barədə hansı proseslər baş verəcək, həmin saatlarda artıq birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Yəni buradakı proses real zaman ərzində bu şəkildə baş verərsə, lokallaşan bir yağıntının hardan keçməsini biz indi bilmirik, lakin həmin gün yağan yağıntı çox şiddətli olacaq. Dağlıq Şirvandan keçərsə oraya ciddi ziyan vura bilər. Bakıdan keçərsə başda su basma ola bilər. Böyük Qafqazdan keçərsə əgər sistem Böyük Qafqazda ciddi bir zərər nəticələnə bilər. Çünki bu sistemin enerjisi çoxdur və mövsümün, yəni ilin bu dövründə, iyun ayının artıq sonlarıdır. İyun ayının sonlarında bu şəkildə bir soyuq hava dalğasının regional müdaxiləsi təbii troposferin bütün nizamının pozulmasına səbəb ola bilər. Bu barədə son dəqiqə məlumatları kanalda yayınlanacaq.